Salam hörmətli izləyicilər. Coradildə villanın fasadında tarsovka və silikonlu boya işləri görülüb. Pəncərə kənarları, mərtəbə arası karnizlər vurulub. Biz sizə göstəririk kitabları. Pəncərə kənarları vurulub. Fasadda çatlar bərpa olunub. Evin sağ tərəfi tam 4 bar izolatekslə izolyasiya olunub. Tarsovka vurulub. Tarsovka məhsulundan vurulub birbaşa. Termoizolyasiya əsaslı olduğu üçün şaxtaya, istiyə qarşı davamlıdır, dözümlüdür. Belə bir tekstura səth alınıb. İşlər qısa vaxtda başlanıb. Tarsovka vurulduqdan sonra nəm yağışa qarşı silikonlu astar dəyilib, astar boya və son qat silikonlu boya işləri görülüb. Biz sizə tarsovkanın teksturasını sizə yaxından göstəririk. Belə bir formada vurulub. Evin arxa tərəfinə də artıq işlər gedir. Siz də tarsovka işlərlə bağlı müraciət edə bilərsiniz. İşlərə rəsmi zəmanət verilir, müqavilə bağlanılır.